Zürafələr təkcə maraqlı deyil, həm də təhlükə altındadır. Bugün Afrikada cəmi təxminən 140 min zürafə qalıb və onlar artıq 7 Afrika ölkəsində tamamilə məhv olublar. Zürafələrin 4 fərqli növü vardır. Masai, şimal, retikulyar və cənub zürafəsi. Hər zürafənin dərisindəki naxış insan barmaq izi kimi unikaldır. Dilləri 45-50 sm uzunluğunda və mavi bənövşəyi rəngdədir. Ayaqlarının diametri 30 sm-dir. Demək olar ki, boşqab ölçüsündə. Zürafələr dünyanın ən hündür məməlisidir. Yeni doğulan balaları belə bir çox insandan uzundur. Ana zürafə bala doğarkən ayaq üstə olur və bala təxminən 2 metr hündürlükdən yerə düşür. Amma 1 saat içində ayağa qalxa bilir. Su içmək onlar üçün çətindir. Çünki ön ayaqları uzun olduğundan ağızlarını suya çatdıra bilmədiklərinə görə ayaqlarını açmalı olurlar. Maraqlıdır ki, zürafələr bir neçə gündə bir, bəzən isə heç su içmirlər. Onların 11 kiloqramlıq ürəyi, qalın damarları və təzik corabı kimi sıx dərisi qanı beyinlərini ötürməyə kömək edir. Bu sistem o qədər mükəmməldir ki, NASA hətta bundan kosmik skafandr dizaynında ilham alıb.